İnsanın 35 yaşın var. Hiç yadımdan çıkmaz. Heydər Əliyevlə biz bir məclisdə oturmuşduq. Ona görə mən danışıram ki, mən bu incə sənətdə olan müddətdə və bütün ölkələri gəzə-gəzə, oynaya-oynaya, düzdür, məqalələr, təbriklər, rəqsimin barəsində danışanlar çox oldu. Amma Heydər Əliyevin sözü məndən ötəri bir yenilik oldu və gözləmədən oldu. Dedi, ay qız, o mənə həmişə ay qız deyir, onun o sözünə mən qurbanam. Dedi, ay qız, yadındadır Naxçıvanda sən Naxçıvanın tədbirində, yubileyində oynadın. Deyir, bəli, Gedəşkənşi yadındadır, yubiley olar, mən oynayayım, yadımda olmasın. Yadındadır mı, dedi, üzün örpəklə gəldin, üzün örtülü gəldin, yanında da sağdışın, soldışın var idi. Örpəyi açdılar, sən nə gözləyirdin? Dedim, o günləri yadıma salmayın, yaman pərtəm. Dedi, niyə? Dedim, üzümü mən örtmüşdüm ki, cəmaata bir sürpriz eləyim. Üzümü açanda birdən desinlər ki, Əminə Dilbazıdır. Gördüm, heç nə Əminə Dilbazı, nə zat, nə alqışlar, heç bir şey olmadı. Yaman pərt oldum. Sonra oyunu üzüm cəmaatı idi, alqışlar yox idi. Döndüm, əllərim qalxdı yuxarıya. Əllərim yuxarıya qalxanda birdən zalda alqışlar getdi. Heydər Əliyev mənə deyir ki, ay Əminə, sən indi də bilmədin niyə sənə əl çaldılar, dedim Heydər Əliyev, vallahi bilmirəm. İndiyə qədər də o Naxçıvan mənim yadımdan çıxmır, amma bilmədim. Dedi, ay qız, bir fikir verin, mən dünyanı gəzmişəm, bütün festivalların laureatı olmuşam. Sarayda, Parisdə, Moskvada da yer qalmayıb mən oynamamış. Amma xoreografların adından, yəni bilənlərin adından mən bu sözü eşitməmişdim. Dedi, ay qız, sana bizə niyə Naxçıvanda çaldılar? Dedim, niyə gedər? Siz Allah deyin. Belə elədi. Əllərimi göstərdi, barmaqlarımı gen başa düşmədi. Dedi ki, bu əllər, bu rəqqasə əlləri yeganə Əminə Dilbazıdadır. Ona görə cəmaat alqış elədi, sizi əlinizlə tanıdı. İndi siz fikir verirsinizmi? Heydər Əliyev üçün diqqətinə, nəzərinə, əllərim, deyirəm də, dünyanı gəzmişəm, hələ əllərimdən danışan olmuyor. Heydər Əliyev dedi ki, sənin əlin yeganə əllərdir.